Baş ağrısı, qrip, boğaz ağrısı. Bir çoxumuz belə hallarda ilk növbədə həkimə yox, evdəki dərman qutusuna və ya aptekə üz tuturuq. Bəs həkim məsləhəti olmadan qəbul edilən dərmanlar hansı risklər yarada bilər? Baş ağrıyırsa bir ağrı kəsici, hərarət qalxırsa temperaturu salmaq üçün müxtəlif üsullar, boğaz ağrıyırsa antibiotik. Bir çoxları xəstəlik əlamətləri yaranan kimi həkimə müraciət etmədən bu vasitələrə əl atır. Bəzi preparatların resepsiya satılması da əhalinin işini asanlaşdırır, lakin bəzən əczaçılardan elə dərmanlar tələb olunur ki, onları almaq üçün mütləq şəkildə həkim göstərişi lazımdır. Həkimlər isə deyirlər ki, əsasən də antibiotiklərin və güclü təsirə malik dərmanların nəzarətsiz istifadəsi sonradan müalicəni çətinləşdirə bilər. Soyuq dəymə, allergik rinitlərdə bu insan bu haqda artıq bilir ki, bunda allergik rinit var. Mövsüm dəyişikliklərində buruna öz dərmanlarını tökə bilər. Bunlar artıq haçansa həkim tərəfindən yenə də bu insanlara yazılan dərmanlardır. Onları aydındır ki, istifadə edə bilərlər. Amma yeni bir preparat, arıqlama preparatı və yaxud iştah kəsmə, iştah artırma və hormonal preparatlar, antibiotiklər, bunları heç bir halda həkimin təyinatı olmadan qəbul eləmək olmaz. Qəbul edilən dərmanların miqdarına da nəzarət olunmalıdır. Hətta ən təbii hesab edilən preparatlar belə həkim təyinatı olmadan istifadə edildikdə sağlamlığımızı ciddi təhlükəyə ata bilər.